أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا ونبينا وخاتم النبيين أبا القاسم محمد. اللهم صل على محمد وآل محمد وأهل بيته الطيبين الطاهرين وعلى أصحابه المكرمين، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. قال الحكيم في كتابه الكريم: بسم الله الرحمن الرحيم. إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر. ليلة القدر خير من 1000 شهر. تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر. سلام هي حتى مطلع الفجر. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. Peygamber, Ali Peygamber hakkında bir salavat hediye eləyək. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve acil fərəcə. Cəmi ənbiyə, avliyə, avsiyə, şühəda, ulama, müminələr, nə qədər ki aramızdan gedən əzizlərimiz olubdur, onların ruhları ilə bahəm, əziz şəhidlərimiz ki, bizdən ötəri dinimiz, vətənimiz, qeyrətimiz, namusdan ötəri canlarından keçiblər, qanları ilə onları bizlərə bəxş eləyiblər. Onları yad eləyək, həqqlərində bir salavat hədiyyə eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Allah'a hamd-i sana olsun. Allah'a şükürler olsun ki bizlere bu ildə nəsib elədi ki bu Ramazan ayın dərk eləyib bu rəhmət-i ilahi dəryasına daxil olaq. Allah Qur'an-ı Kərimdə diqqət eləsəniz buyurur ki: İnna iddətəş-şuhur indallahi 12 şəhran. Buyurur ki, ayların içində, yəni Allah buyurur ki, mənim yanımda aylar 12 aydan ibarətdir. Qur'ana diqqət eləsəniz, Allah Teala ki 12 aydan danışır və baxırsan ki 12 ayın hamısının adını bilirik. Məhərrəm, Səfər, Rəbiyəl-əvvəl, Rəbiyəl-axir və ilə-axirə. Allah Teala Qur'an-ı Kərimdə bu 12 ayın içində hətta həc mövsümü ki İnsanlar gedərlər Məkkəyə, orada qurban kəsərlər və ilaxirə. Yəni İslamın bir əzəmətli günləridir. Allah Teala o Zilhiccə ayında Qur'anda ya başqa ayların adını çəkmir. Elə baxırsan ki, buyurur ki, şəhru məlum və yaxud da şəhrul haram, haram aylar, məlum aylar, bu cürə bəyanlarla buyurubdur. Amma bir ayın adını Allah Qur'an-ı Kərimdə nazil edib. Buyurur ki, şəhru Ramadan الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان.
Ramazan ayı elə bir aydır ki, Allah bu ayda insanları hidayət eləmək üçün öz əmirlərini onlara bəyan eləmək üçün Qur'an nazil eləyibdir. Bir Ramazan ayını izzətlə Allah Qur'anda çəkəndə bizə nə demək istəyir? Biz adi bir insanlar baxırsan ki, həyatda sevdiyimiz ya ailədə atanın, ananın nə qədər evladı və yaxud da bizim qardaşımız, bacımız. Amma baxırsan ki, onların içində birinin adı bizim üçün hamısından əziz və şirin gəlir. Misal üçün deyirəm, hamısı bizim üçün əzizdir, şirindir. Amma bir də var ki, həm Allaha şirindir, həm bizə şirindir. O şəxs kimdir? Onun adı kimdir? Qur'anda da Allah o adı zikr eləyib. Hazreti Peyğəmbər Aleyhisselamın adıdır ki, ya Muhammed, ya Ahmed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Və yaxud da ki, baxırsan ki, Mövla-i Müttəqin, Əmir-əl-Müminin, sən evladın adı Əli çağıranda, Əli deyəndə qəlbivə bir nuraniyyət daxil olur. Və yaxud da ki, qızımızın, anamızın, ya bacımızın adı Zəhra, Fatimə. Gör nə qədər dili və şirin gəlir, gör nə qədər qəlbi və aramlıq gəlir. İstər istəməz o adları çəkəndə hamısı Əhl-i Beyt, Peyğəmbərin Əhl-i Beyti və Allahın sevdiyi ən şərəfli və izzətli insanlar bir an sənin fikrindən keçir. İmam Sadiq Aleyhisselam əyləşmişdi, sahabələrindən biri gəlir. Bu iki dəfə belə bir şey tarixdə baş verib. Salam əleykumussalam, necəsiz, nə var, nə yox? Buyurur ki, Yəbnə Rasulillah, evladım dünyaya gəlibdir. Həzrət buyurur ki, mübarək olsun, gözün aydın olsun. Adın nə qoymusan? Yəbnə Rasulillah, adın sənin cəddüvün adın qoymuşam, Muhammed. Allahümme salli ala Muhammed və ali Muhammed. Həzrətin üzündə təbəssüm, xoşhallıq və buyurur ki, filan kəs onu həmişə əzizlə, heç vaxtı ona qəzəblənmə, həmişə onun ehtiramını saxla. Eşitmişsiniz ki, İmam Peyğəmbər hansısa bir evladına falan adı qoyanda bu sözləri desin? Yox. Və yaxud da ki, bir hədisdə nə buyurur Yəbnə Rasulillah? Qızım dünyaya gəlib, adını nə qoymusan? Görürsən ki, buyurur ki, Yəbnə Rasulillah, nənən Zəhranın adını qoymuşam, Fatimə. Həzrət dayanır, başını salır aşağı. Nənəsi Zəhra yadına düşür. Buyurur ki, filan kəs həmişə onu əzizləklə, ona acıqlanma, onun ehtiramını saxla. Hələn bir addır, hələn başqa şey yox, hələn bir ad çəkilibdir. Həzrətin cəddinin adı və yaxud da ki, nənəsinin adı çəkilib. Həzrət gör nə qədər tövsiyələr eləyir. Qur'an-ı Kərimdə Allah bir adı gətiribdir ki, bəndələr, bilin ki, 12 ay mənim yanımda, mən sizlərə həmin aylarda müəyyən əmrlər tapşırmışam. Amma bir ay var ki, o bir ay heç bir şey ona çata bilməz. Və mənim yanımda əzizdir. Həmin vaxtı cəhənnəmin qapısı bağlanar, həmin ay gələndə bütün rəhmət qapıları açılar.
Gör nə qədər Allah yanında bu ay əzizdir ki, Qur'anda bu ayı Allah gətirir, bizlərə bəyan edir ki, həmin ay Ramazan ayıdır. Hatta imamlarımız ne buyurur? Heç vaxtı Ramazan sözü demeyin. Demeyin ki Ramazan geldi, Ramazan gitti. Hazret buyurur ki, həmişə deyin ki, Ramazan mübarək ayı geldi, mübarək Ramazan ayı gitti. Niye? Çünkü Allah'ın en aziz adlarından, Allah'ın en erhamer rahimin olan nəzəri bu ayda bəndələrinə diqqət eləyər. Yəni belə bir ayda bu günlərim biz gəlmişik Allah'ın rəhmətinə ümidvar olarak Allah'ın qapısını döymüşük. Allah nə vədə verir? İndi baxın, bir dənə ayə ki, Qur'an-ı Kərimdə Allah həmin adın, Ramazanın adını çəkir. Bəqərə surəsində 185-ci ayədir. Həmin Ramazan adı gələn ayə. Nə buyurur? Buyurur ki, mən sizə oruc vacib eləmişəm filan. İndi əsas gələcəm ayə nədir? 186-cı ayə. Görürsən ki, öz rəhməti ayını bizə bəyan eləyəndən sonra heç bir arada başqa bir ayə gəlmədən bir dənə ayə buyurur ki, bu ayə o kadar aziz, o kadar Allah'ın bize rahmet olarak söylediği bir ayetdir ki, adam istemir ki bu ayelerden ayrılsın. Ne buyurur? Buyurur ki, İdâ salaka ibâdî anni fe inni garib. Ey bende, her kim beni bu ayda çağırsa, hər kəs bu ayda məni axtarsa, bilsin ki, mən onun yanındayam. Ucibu dəvətə da'i. Hər kəs məni çağırsa, bilsin ki, mən onun çağırışına gələcəyəm. Fikir verin. Ucibu dəvətə da'i. Buyurur ki, məni çağırsan, bil ki, sənin çağırışıma gələcəyəm. İza də'an, nə vaxt ki, məni çağırdın, ilahi, gəlmişəm sənin qapıva. Rəhmət ayıdır. Allah buyurur ki, indi mən gələcəyəm sənin dadıva. İndi gələcəyəm sənin çağırışıva. فَلْيَسْتَجِيبُ لِي وَلِيُؤْمِنُوا بِي لَعَلَّكُمْ يَرْشُدُونَ لَعَلَّهُمْ يَرْشُدُونَ. Və sizin dualarınızı müstəcəb eləyəcəm, günahlarınızdan keçəcəyəm və hər nə istəsəniz, mən sizi niyyətinizlə o istədiyiniz yerlərə sizi hidayət eləyəcəyəm. Sizi çatdıracağım o niyyətlərinizə. Baxın, bir ay ki, rəhmət-i ilahi və özü də adını çəkir, əzizləyir. Həmin ayın nə olmasın bizə başa salır. Sonra da buyurur ki, mən də bu ayə bizə deyir ki, Allahın əziz ayını dərk eləyin və hər nə istəyirsiniz istəyin. Bir vədə ki, Allahın vədəsi olar. Məgər Allah öz vədəsinə əməl etməzmi? Nə buyurur? İnna ənzəlna. Buyurur ki, başqa bir surədə, biz ənzəlnahu fi leylətil qadr. Mən də bilginən ki, bu ay mən öz kitabımı nazil eləmişəm. Hansı gecə? Fi leylətil qadr. Qadr gecəsi. İndi bax, 12 ay onun birin adını çəkir və sənə də deyir ki, həmin ayda bir əziz gün var ki,
həmin əziz günü sən əhya eləsən, mən hər nə istəsən onu verəcəyəm. Bu Allahın bizlərə vədidir. Nə buyurur? Buyurur ki, bəndə sən ki gəldin məclisə, əhya niyyəti ilə mənim sözümü qəbul elədin. Bəs mən ərhamər rahimin necə? Vallahi Allah bununla bizə demək istəyir ki, nə qədər günahın varsa qorxma günahın. Nə qədər günah eləmisən, buyurur ki, səni bu gecə səhərə mən pak məsum kimi eləyəcəyəm. Gör, nə qədər əzəməti var. Hər nəfəs ki, burada çəkilsən, hamısının hesabatını sənə qiyamətin günü göstərəcəklər. Oturduğun saniyələr, qulaq asdığın Allah kəlamı, qəlbindən hər nə istəyirsən keçird. Çünki Allah vədə veribdir ki, mənim rəhmətimə siz daxil olmuşsunuz. Bu rəhmət-i ilahi günündə və dəqiqəsində Allahdan əgər istəsən, axirət aləmində əhl-i beytin qonşusu olasan, Allah vədə veribdir, vədinə xilaf çıxmayacaq. Ondan axirət aləmi üçün əziz bir yer ola bilməz ki. Mən bir dənə misal çəkim sizə, eşitmişsiniz. Qur'anda 230-dan çox, ya 31 ya 36 fikrimdən çıxıb, yəni 230-dan çox qissə var. Yəni Allahın keçmiş tarixlərdən, peyğəmbərlərdən, sahabələrdən bizlərə bəzi məlumatları çatdırıb nəql eləyibdir. İbrət almağımız üçün Qur'anın 1/4 tarixdir. Keçmiş ümmətlərin tarixi. Görsən, bəziləri deyir ki, eşitmişsiniz, istəmirəm o tərəfə gedəm, Əli tarix deyil, Fatimə tarix deyil, Aşura tarix deyil, daha demir ki, elə tarix özü dindir. Qur'anın 1/4 tarixdir. Əli əleyhissalam bu ki, Qur'anın 1/4 tarixdir. Və Həzrət buyurur ki, 1/4 keçmiş tarixdir. Xəlq olunduğumuz andan Peyğəmbər əleyhissalama qədər olan bütün keçmiş ümmətlər ki, olan ibrətamiz tarixi Allah orada buyurubdur Qur'anda. Həzrət buyurur ki, 1/4 gələcək tarixdir. Gələcəkdən nə olacaq və başımıza nələr gələcək, qiyamət necə olacaq və axirətimiz necə olacaq. 1/4 Allahın buyurduğu vacib hökmlərdir və 1/4 də necə olmalıyıq odur. Yəni Əhl-i Beytdən gələn rəvayətlər bizlərə Qur'anın bundan ibarət olduğu qeyd olunubdur. İndi nədir bu məsələlərdən biri? Biri Qur'an-ı Kərimdə olan kişilərdən ibarətdir Yasin surəsində. Biri də Fironun xanımı haqqında olan ayə. Kişilərdən ibarət olan Yasin surəsində və cəə min əqsal mədinəti rəculun. Daha mən əhvalatı danışıb vaxt aparmaq istəmirəm. Allah Teala buyurur ki, bizim göndərdiyimiz elçiləri ki öldürürlər, yəni Peyğəmbəri ki öldürürlər, şəhid edirlər, bir kişi gəlir. Təfsirlərdə həmin kişinin Həbib ibn Nəccar olduğu qeyd olunubdur tarixdə. Amma Allah Qur'an-ı Kərimdə rəculun, yəni bir kişi gəldi. Deyir ki, Allahın göndərdiyi Peyğəmbərləri öldürməyir və ilaxirə. Amma həmin şəhərin əhli onları şəhid edirlər, kişini şəhid edirlər. Yasin surəsində gəlib. İndi baxın, bir kişi ki, adi bir mömin şəhid olur. Allah onun axirətdəki ilk sözünü Qur'anda Yasin surəsində gətirib. Həmin kişi deyir ki, ey mənim qovmum,
kaş siz bilirdiniz ki məni öldürəndən sonra mənim Allahım mənə hansı bir dərəcəni verdi. Mən behişdə, Allahın vəd elədiyi behişdə daxil oldum. Kaş siz bunu bilirdiniz. Baxın, bir insan ki, bir kişi deyərək Allah onun bir qissə, bir cümləsini bizlərə bəyan elədi. Fironun xanımı buyurur ki, ilahi, bunlar ki məni öldürdülər, səni tanıdığıma görə, sənin yanında mənə bir ev tik, yəni behişdə mənə bir ev tik. Dünyada bunu söyləyir və onu şəhid edirlər. Bir dənə Allaha etiqadına görə. Allah Quran-ı Kərimdə buyurur ki, o bizdən istədi və biz onun duasını qəbul elədik. İndi baxın, biri kişiydi ki, adi bir mömin kişiydi. Etiqadı var idi ki, bunlar Allahın peyğəmbəridir. Gəlib bir kəlmə söz dedi ki, bunlarla işiniz yoxdur, öldürməyin. Bu sözə görə öldürdülər, Allah ona boyda dərəcələr verdi. Hətta qiyamətə qədər onun haqqında Quranda oxuyacağıq. Və bir xanım ki, ömründə heç bir yerdə onun etdiyi yaxşılıqlar, namaz, oruc, həc filan, bunlardan da heç bir yerdə yazılmayıb. Nə Quranda yoxdur, nə də kimsə deyə bilməz. Amma Allah Teala Quran-ı Kərimdə onun adını gətirir ki, bu behişdə öz məqamına çatdı. İndi baxın, bir ayə ki, bir hədis ki, sənə bu ayın fəzilətindən adın çəkir. Və sən ki, gəlib oturmuşsan bu məclisdə, Allah bu əhyanın adını çəkir. Və sənə nə deyir? Nə istəyirsən elə, nə istəyirsən de. Hər nə istəsən, xayrun min əlfi şəhr. Allah buyurur ki, bax, gəlmişsən, oturmuşsan. Sənin üçün 1000 ayın əhyasını yazacağım. Siz elə bilmin ki, gəlib belə oturmuşsunuz. İndi o 3 əhyanın biri hansıdır bilmirik. Belə deyil. Bu 3 gündən hansısa biri əhyanın günüdür. Amma əzəməti ilahi, rəhməti ilahi bizə nə deyir? Bizə deyir ki, bizim hər 3 günümüz, 3'ü də əhyanın günüdür. 3'üne də Allah 1000 ay ibadəti sənin üçün yazacaqdır. Bunun vədəsini verib və sənə deyir ki, sübh əzanına qədər əhya eləsən, mələklər sənə salam söyləyəcəkdir. Gör, nə qədər əzəmətin var sənin. Əzəmətli ay, əzəmətli gün, əzəmətli gecə və mələklər sənin gəlişivə, sənin istiqbalıva çıxar və sənə salam söyləyər və Allahın ayəsi bizə deyər ki, fədəuni əstəcib ləkum. Nə istəyirsiniz indi istəyin, sizin duanız qəbuldur. Gör, nə qədər sizin əzəmətiniz var. Allahın çağırışına ləbbeyk eləyib gəlmişsiniz. Odur ki, bu dəqiqələri eşidə qəlbinizdə də Allahı zikr eləyib duanı eləyin. Yəni bu qədər əzəmət-i ilahi bizlərə üz tutubdur. Hazreti Peyğəmbər Aleyhisselam nə buyurur xutbələrində? Əyyuhənnas, ey insanlar, şəhrun, bu ay elə bir aydır ki, huvə indəllah əfdaluş şuhur. Bu ay bütün Allahın o birisi 12 ayından da fəzilətlidir. Və əyyamahu əfdalul əyyam və layalihi əfdalul layayi. Bu gün bütün günlərdən əfzəldir və gecələri bütün gecələrdən əfzəldir. Hazreti Peyğəmbər Aleyhisselam Ramazanın gecələrini çox vaxt əhya eləyərdi. Hətta hədislərin birində də qeyd olunubdur ki, Ramazanın 10 gününü Həzrət əhya eləyərdi.
Və Həzrət buyurur ki, və saatuhu afdalus saat. Və bu saatlar bütün günlərin saatlarından əfzəldir. Anfasukum fihi təsbih. Görün nə əzəmətlə buyurur. Həzrət Peyğəmbər əleyhissalam buyurur bu sözü. Yəni Allahın Peyğəmbəri buyurur ki, sizin aldığınız nəfəslər ki alırmısınız, aldığınız nəfəsləriniz durduğunuz halda təsbihdir. Bir var əlbə təsbih alasan, təsbih deyəsən. Elhamdülillah, Subhanallah, Allahu Ekber. Bir dənə təsbihi bunu demək. İmam Sadi Aleyhisselam'da buyurur, bizim yanımızda, yani Peygamberin yanında, yani Allah'ın yanında 34 Allahu Ekber, 33 Elhamdülillah, 33 Subhanallah desen, Hazret buyurur ki, min rükət namazdan əfzəldir. Min rükət namazdan. İndi nə buyurur? İndi Peyğəmbər sallam buyurur ki, bu günlərim aldığınız nəfəslər sizin üçün təsbih yazılır. Təsbih demirsən ki, amma sənə Allah təsbih yazır. Yəni, min rükətlərdən də çox sənin üçün təsbih yazılır. Bir dənə əhyanı yad elədiyinə görə. Və buyurur, və navmukum fihi ibadətün. İndi buradan çıxdın, getdin, yatdın. İstəyirsən gündüz yat, istəyirsən buradan sonra getdin, yatdın. Həzrət nə buyurur? Həzrət buyurur ki, ey mömin, sənin yatmağın da ibadət yazılır. Təsəvvür edirsən, məsciddən çıxırsan, gedirsən, evvə ki yatacaqsan. Allah sənin üçün mələklərə əmr edir ki, ona ibadət yazılır. Elə bilin ki, məsciddə oturubdur. Gör, nə qədər əzəməti var. Və Həzrət buyurur ki, və əməlukum fihi məqbulun. Hər nə niyyətlə bir iş görmüsən, Allaha xatir çıxmısan, evdən gəlmisən bura. Bir möminə salam vermisən, əhvalın xəbər almışsan, oturub Allahın kəlamını eşitmisən, oxunan dualarda iştirak eləmisən, birinə ehsan eləmisən. Həzrət Peyğəmbər əleyhissalam buyurur ki, o birisi aylar kimi deyil. Hər nə eləsən qəbul olubdur Allah dərgahında. Və buyurur, və duaukum fihi mustəcabun. Allahın vədə verdiyini Peyğəmbər sənin üçün deyir. Buyurur ki, sizin dualarınız qəbul olunmuşdur. Gör, nə qədər xoşbəxt bəndəyik ki, bu nemətləri bizə əta eləyib. Gəlmişik, dərk eləmişik və Allahın dərgahına üz tutmuşuq. Heç gecənin hansısa bir aləmində sənin əziz dostun deyək ki, gəl bu gecə oyaq qalaq. Heç gedib oyaq qala bilərsən. Elə hər dəqiqə deyəcəksən ki, daha bəsdir, gedək biraz dincələk, biraz yataq. Amma gör, burada səni heç kəs heç nə deməyib. Bir dənə Allahın sözünə ləbbeyk deyib gəlmisən. Buyurur ki, sənin bütün dualarını və istəklərini mən qəbul eləmişəm. Fəəsəlullah Rabbəkum biniyyat sadiqətən və qulubu tahirə. Həzrət Peyğəmbər sallallahu buyurur? Buyurur ki, indi ki sən dərk elədin, indi ki bu ayın fəzilətini dərk elədin, bu şərəfli ayı dərk eləyib, Allahın qapısını döyüb gəlib, Allah beytinə daxil olmusan, bilginən ki, Allahdan təmiz qəlblə, sədaqətli niyyətlə, hər nə niyyət eləmsən, Allah onu qəbul eləyibdir və eləyəcəkdir. Bax, bu Allahın nə edir? Bir bizə verdiyi əmanət, bir sözdür ki, qiyamətdə əgər qəbul olmasa, əstəğfirullah, mümkün deyil. Deyərsən ki, ilahi, sən vədə vermişdin, mən də əməl eləmişdim. Hər nə istəyirsən istəginən, Məkkə istəyirsən istəginən, Kərbəla istəyirsən istəginən, axirətdə əhl-i beytin yanında ev istəyirsən istəginən, elm istəyirsən istəginən, amma çalış günahlarının bağışlanmasını ilk dəfə istə,
əziz valideynləriniz üçün dua eləyin, möminlər üçün dua eləyin, məzlumlar üçün dua eləyin və imamın zamanın tezliklə gəlməsi üçün dua eləyin. Allahümme Duhan suresinde ayette Allah Teala buyurur: İnna enzelnahu fi leyletin mübareke. Ve ayenin Ramazan'ın adını çekmeden burada buyuruyor ki biz mübarek bir gecede Kur'an'ı nazil eləmişik. Tenezzelul melaiketu ve ruh fiha biizni rabbihim min kulli emr. İnna enzelna suresinde ne buyurur? Bu gece melekler nazil olarlar. Hazreti Peygamber Aleyhisselam'dan sual elediler: Ya Resulallah, bu ayeleri ki sen bize söyleyirsen ve buyurursan ki bu gece Allah'ın melekleri nazil olur. O hansı meleklerdi ve hara nazil olur? Hazreti Peygamber Aleyhisselam buyurur: Tenezzelul melaiketu ve ruh. Hazret buyurur ki Allah'ın melekleri, azametli melekleri ve ruh nazil olur. Ruh hakkındaki iki fikir var. Biri Hazreti Cebrail Aleyhisselam'dır. Biri de ondan da azametli bir melek olabilirsin ki. Ama bizim için fərq eləməz. Allah'ın ki məxsus ad gətirdiyi ruh adlı bir melek gəlib bu günlərim yer üzərində nazil olur. Ya Resulallah, hara gəlirlər bunlar? Hazreti Peygamber Aleyhisselam buyurur ki onlar yer üzerinde Allah'ın nümayəndəsinin, yani benim yanımdadılar, onlar benim emrimdədirlər. Tenezzelul melaiketu ve ruh fiha biizni rabbihim min kulli emr. Allah'ın emrinde olan melekler gelirler ve benim yanımda, benim itaatimde olarlar. Selamun hiye hatta matla'il fecr. Salam olsun, salametçiliktir bu gecede ta sübh ezanına kadar, fecre kadar salametçiliktir. Allah bu cür beyanlarla bizlere bu ayeleri beyan eləyir. Odur ki kalbiniz aram olsun. Kalbinizde Aleyhisselamın, mən istəmirəm o tarafa gedən məclisin vaxtını almaq istəmirəm. Qismət olsa nə vaxtsa o sözü deyəcəyəm. Aleyhisselam əyləşmişdi, yaxın sahabələrdən biri gəldi. Səhv etmirəmsə Cabir: Ya Ali, səni Allah'a an verirəm. Peyğəmbərin sənə öyrətdiyi bir sirri mənə deginən, bir kəlamı mənə deginən. Aleyhisselam gülümsədi. Ey Cabir, sən gözəl mətləbə toxundun. Peyğəmbər Aleyhisselam mənə bir kəlam öyrədibdir. Amma mənə buyurdu ki, ey Ali, bu duaları oxuyandan sonra heç bir vaxtı dünya arzusunda olduğun heç bir şey istəməginən, ancaq ahireti istə. Mən də nə qədər ki dünyada varam, hər gün həmin ayələri oxuyuram, Allahdan ahireti istəyirəm. Cabir deyir ki, Əlican, and olsun Allaha, mən bu gündən sonra həmin duaları oxuyaram və dünyada heç nə istəmirəm Allahdan dünya üçün, ancaq ahireti üçün istəyirəm. Çalışın bu günü ancaq ahirət üçün daha çox istəyin. Da biz Peyğəmbər sahabəsi kimi təqvalı filan olmağımız çətin məsələdir. Yəni dünyada o qədər ehtiyacımız var ki, dünyada o qədər çətinliklərimiz var ki,
İstəyirik və istəməliyik də. Niyə? Çünki Allah nə vədə verib? Fəd'uni əstəcib ləkum. İstəyin məndən verim sizə. Amma çalışın axirəti çox istəyək. Bugün həmin gündür. Və İmam Sadiq aleyhissalam nə buyurur? Buyurur ki, bu gecə elə bir gecədir ki, hiyə leylətul qadr, qadr gecəsidir. Ənzələllahul Qur'anə fiyhə iləl beytil mə'mur cümlətən vahidə. Sümmə nəzzələ minəl beytil mə'mur alə Rasulillah və ilə axirə. Mən tam oxumuram. Həzrət buyurur ki, bu elə bir gecədir ki, Allah Taala bu gecə Qur'anı Beyt-i Mə'murdan Həzrət buyurur ki, Peyğəmbər əleyhissalamın qəlbinə nazil eləyib. Biz bilirik ki, Peyğəmbər əleyhissalamın peyğəmbərliyini bildirməsi, ilk ayələrin nazil olması başqa bir vaxt olubdur. Rəcəb ayında bilirsiniz də onu. Ona Məbəəs bayramı deyərlər. Peyğəmbər əleyhissalama ki, ayə nazil olur. İqra bismi rabbikəlləzi xələq və ilə axirə. O Rəcəb ayındadır. Çox böyük savabı var o gecələrdə yad eləməyi, əhya eləmək və ilə axirə. Amma bu gecə başqa bir gecədir. Bu gecə ayə yox, Qur'an nazil olubdur. Tam Peyğəmbər əleyhissalamın qəlbinə, Beyt-i Mə'murdan. Və İmam Sadiq əleyhissalam buyurur ki, sonra Həzrət buyurur ki, 23 il müddətində hissə tədricən ənzələ, nəzzələ Qur'anda fərq eləyər. Nəzzələl Qur'an, yəni Qur'an hissə 23 il Peyğəmbər əleyhissalama nazil olub və ilə axirə. Amma bu gecə Leylətul Qadr Həzrət Peyğəmbər əleyhissalamın qəlbinə Allah Qur'anı nazil eləyib. İndi bu gecəni biz necə yad eləyirik, necə yad eləməliyik, hansı əməllərlə yad eləməliyik? Bir çox əməllər var. Gələn əhyalarda inşallah əzizlərimiz burada qeyd eləyəcəklər. Mən məsəl üçün bir neçəsini deyim. Həzrət buyurur ki, Qədr gecəsi günü olanda Qədr qusulu eləyin. Söz yox, namaz qılanda gərək dəstəmaz alasan. Amma Qədr gecəsinə gələndə bir qusul da əlavə eləmək, hər damcısı ki yerə düşər, o damcıya Allah huri yaradar. Nə eynəyər daha bu əzəmət ilahidir ki, o hədislərdə var, ora getmirəm. Və sonra buyurur ki, gəldin 2 rükət namaz qıl. Əhya namazı ki, 2 rükətdir. Həmd surə, yəni Qulhuvallah surəsini 7 dəfə oxuyasan. Ondan sonra hər nə istəyirsən, sidq qəlbdən Allahdan istə. Ya məclis, elm məclisidir, otur elm məclisində. Ya dualar oxunur, dua eşit. Ya möminlərlə hansısa bir dini mövzuda bir məsələlim var, həll elə. Yəni o qədər əziz gündür ki, bu günlərim Allahın Peyğəmbəri, Allahın özü də, Qur'an da bizə deyir, mən də bir kiçik Allahın bəndəsi, günahkar bəndəsi sizə deyirəm. Yeni iliniz mübarək olsun. Yeni gününüz mübarək olsun. Gəlmişik, gün başlayır. Həyatımızın ilk günü bugündən başlayır. Məhərrəm ayı İslamın ilk başlayan ayıdır. Amma ömrümüzün Allah yanında qədir, təqdir məsələlərində yazılması və bizim üçün bir il nə qədər ruzi yiyəcəyik, nə qədər xeyrxah işlər görəcəyik, nə qədər Allaha tərəf gedəcəyik, nə qədər Allahın xoşdallığı bəndələr olacaq, hamısı bugündən başlayır. Keçmişimizdən xudafizləşdik. Bu gecə gün batandan daha bizim keçmiş günlərimiz xudafizləşdik. İndi təzə gündür, təzə ildir. Allahdan istəyin hər nə istəsəniz, Allahın Bismillah'a başlayır mələklər yazmağa. Deyir, niyyətin hara,
mənzilin ora. İnnemal a'malu binniyat. Peygamber sallallahu buyurur. Buyurur ki bütün əməlləriniz niyyətləndir. Bura hər nə niyyətə gəlmisiniz, mələklər artıq başlayıblar yazmağa. Ahirəti və dünyada hər nə çətinlik istəyiniz var, istəyin, hamısını başlayırlar. Və üçüncü əhyada artıq təsdiq olacaq Allahın yanında. Amma bugündən başlayın istəməyə. Gecə də istəyin, gündüz də istəyin. İmam Sadi Aleyhisselam buyurur ki, bəli, bunları eləyəndən sonra bir çox məsələlər ki, onlardan da biri nədir? Başa Qur'anı açıq qoyub dualar ki burada olacaqdır, onu oxumaqdır. Hər il olduğu kimi biz bu əməlləri eləyirik, 1400 ildir eləyirik. Bugündən sonra da ta qiyamətə qədər inşallah eləyəcəyik. İndi kim də nə deyir o desin. Bizim olanla işimiz yoxdur. Amma bizim imamlarımızın bizə göstərişi budur ki, Peyğəmbər də bu işi görüb, imamlarımız da bu işi görüb və duaları oxuyublar, Qur'anı başlarına açıb qoyublar və Allah üçün qəlblərindən keçəni istəyiblər, özdə Allahı and verə-verə. İndi baxın, Həzrət Peyğəmbər səlama sual olunur, ya Rasulallah, bu gecə ki, mələklər gəldi, sən ki bizə bunları dedin, öyrətdin, bildik. Ya Rasulallah, səndən sonra yenə bu hadisələr baş verəcək. Əvvəla onu deyim ki, Qur'anda, Qur'an elmi olan insanlar, qrammatik cəhətdən Qur'andan xəbəri olanlar, ayənin özündən dərk edirlər ki, İnna enzelnahu fi leyletil qadr və ma adraka ma leyletul qadr. Leyletul qadr xayrun min elfi şəhr. İndi baxın bura diqqətlə. Tanazzalul melaikatu və ruh. Bu cümlədə olan, ayədə olan bu kəlam ərəb dilindən, qrammatikasından başı çıxanlar mənanı anlasın və açıq aydın deyir. Nə buyurur? Əvvəldə qeyd elədim. Bir var inna ənzalna. Biz nazil edərik. Bir var Allah buyurur ki nəzzələl Qur'an. Qur'anı ayə bə ayə nazil edərik. Və ilaxirə bu kimi qeyd. Amma burada Allah Teala nə buyurur? Həmin o nəzzələ, inzal, bu fiili Allah gətirib tənazzalol babına gətiribdir. Təfəal babı var ərəb dilindəki qrammatik bir məsələdir. Allah burada buyurur ki, tənazzalol melaikatu və ruh. Bilirsiniz nə deməkdir? Tənazzalol kəlməsi ərəb dilində bir fiildir ki, o fiil həm indi baş verir, həm gələcəkdə baş verəcək, davamlı surətdə olacaqdır. Yəni baxın, inna ənzalna buyurur. Buyurur ki, biz Quranı nazil elədik. Bu bir dəfə. Amma tənazzalunun mənası belə deyil. Tənazzalun mənası budur ki, tənazzalul melaikatu və ruh. Mələklər, melaikələr və ruh bütün il boyu ta qiyamətə qədər əhyadan nazil olacaqlar. Allahın Qur'anı bunu bizə deyir. İndi Peyğəmbər Əsəlama sual edildilər. Ya Rasulallah, bu tənazzalul ki Allah buyurur, yəni bu ardıcıl olacaq, hər il olacaq. Bəli. Ya Rasulallah, bəs sən olmayanda hara nazil olacaqlar onlar? Kimin yanına gələcəklər? Peyğəmbər yoxdur. Və hara gələcəklər? O, Həzrət Peyğəmbər İslam nə buyurdu? O zaman Mövla-i Müttəqiyan, Əmir-i Müminin, Əli ibn Əbu Talib əleyhissalam ki yanındaydı, Həzrət buyurdu ki, məndən sonra zamanənin imamına ilk dəfə bu Əli ibn Əbu Talibə nazil olacaqlar. Allahümme salli ala Muhammed və ali Muhammed. İmamət bir bəhsidir ki,
Peyğəmbər əleyhissalamdan sonra biz həmin imamət məsələsini çalışırıq ki, hər yerdə, hər zaman bəyan eləyək. Eşidənlər üçün bir nuraniyyət olsun və nurun alən nur olsun. Eşitməyənlər üçün eşitsinlər ki, onlara hüccət tamam olsun. Hüccətün balığa Qur'an buyurur. O hüccət tamam olsun. Qur'an-ı Kərimdə imamət haqqında ayələr var. Amma birin qeyd edeyim. Buyurulur ki, وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ لَا يَنَالُ أَحْدِ الظَّالِمِينَ. İbrahim əleyhissalama Allah imaməti verməsin Bəqərə surəsinin 124-cü ayəsində buyurub ki, biz İbrahimə bir neçə kəlmələr öyrətdik, indirdik və İbrahim dedi ki, qalə inni cəalikə linnaz imamən və İbrahimə dedik ki, ey İbrahim, biz səni yer üzərində imam təyin eləyirik. İndi fikir verin. Qalə İbrahim əleyhissalam deyir. İndi Allah Qur'anda nə buyurur? Buyurur ki, və min zurriyyəti, təəccüb eləyir. İbrahim əleyhissalamın imamın nədən ibarət olduğunu bilmirdi. İmam Sadiq əleyhissalam buyurur. Buyurur ki, baxın, İmam Məhəmməd Baqir əleyhissalamdan hədis var. Buyurur ki, baxın Qur'an-ı Kərimə. Allah Teala İbrahim əleyhissalama neçə 5 kəlmə ilə xitab eləyib. İbrahim əleyhissalama Allah nə buyurur? Bəzi ayələ baxsan görərsən ki, orada Əbdullah adını buyurubdur ki, İbrahim bizim bəndəmiz idi. Yəni əbdimiz idi. İkinci məqam Allah buyurur ki, ey İbrahim, Nəbi deyərək xitab eləyirik. Nəbi, yəni Peyğəmbər. Üçüncü ad Rəsul, Allahın Rəsulu İbrahim. Nəbi ilə Rəsulda müəyyən fərqlər var ki, istəmirəm vaxtınızı alam. Dördüncü, Allah Qur'an-ı Kərimdə Xəlil deyir İbrahimə, İbrahim əleyhissalama. Görün, 4 adla Allah İbrahim əleyhissalama səslənib. Onların hansısa birində, hansı ki Allah İbrahimə Xəlil deyir, ey mənim dostum. Heç İbrahim əleyhissalam demir ki, ilahi mən kiməm, axı sənlə mən dost olum. Sən ilahi məni özünə dost bilirsən. Heç buna təəccüb eləmədi. Heç Rasul da deyəndə təəccüb eləmədi. Çünki mələklər gəlir. Allah İbrahim əleyhissalamı Peyğəmbər seçib. Abdullah deyib ona, Nəbi deyib, hindi də Rasul deyir. Heç təəccüb eləmir. Qur'anda heç o vaxtda bir kəlmə də yoxdur. Amma baxırsan ki, bu ayəni Allah Peyğəmbərə İbrahim əleyhissalama mələk göndərir deyəndə ki, ey İbrahim, mən səni insanlar üçün imam təyin elədim. İbrahim əleyhissalam təəccüb eləyir. Yəni mən İlahi, yəni mən imamam, sən məni bu əzəmətli imamlıq vəzifəsinə təyin edirsən. Gör, nə qədər imamlıqda əzəmət var. İndi gələk o məqama. Peyğəmbər əleyhissalam öz dövründə həm Peyğəmbər idi, həm əbd idi, həm xəlil idi, həm rəsul idi, həm nəbi idi və ilaxirə. Həm də Peyğəmbər əleyhissalam kim idi, həm də imam idi. Çünki əşraful ənbiyadır. Bütün Peyğəmbərlərin ən əşrəfidir. Bütün nəbilərin ən əşrəfidir. Allah Rəsulu həm də nədir? İmamdır. Nə qədər ki Peyğəmbər əleyhissalam dünyada idi, heç kəs nə imam ola bilməz, nə Peyğəmbər ola bilməz. Həmçinin Peyğəmbər əleyhissalam nə buyurdu? Ey Əli, sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir.
Amma məndən sonra peyğəmbər olmayacaq. Həzrət bu sözü niyə deyirdi? Çünki Harun Musa əleyhissalamın qardaşı idi, həm də peyğəmbər idi. Quran bunu bizə deyir. Peyğəmbər əleyhissalam da buyurur ki, ey Əli, məndən sonra peyğəmbər olmayacaq, olsaydı sən olardın. Gör, nə qədər əzəməti var Əli əleyhissalamın. İndi Peyğəmbər s.ə.v nə buyurur? Buyurur ki, bu gecə ki mən olmadım dünyada, bilin ki mələklər və ruh Əli ibn Əbu Talibin xidmətindədirlər, ona nazil olacaqlar. İndi Əli əleyhissalam getdi, dünyasını dəyişdi, ta İmam Həsən, İmam Hüseyin, ta nə oldu? 11 imam dünyasını dəyişdi, mələklər nazil oldu. Bəs 12-ci 11 imamın hamısını şəhid elədilər. Hamısını şəhid elədilər. Həzrət Hüseyin əleyhissalamı, Əli əleyhissalamı qılıncla şəhid elədilər, qalanların hamısını zəhərlə. Bəs indi mələklər haracıla nazil olmalıdır. 12-ci də Allah gətirsin ki, onu da zəhərləsinlər, qılıncla öldürsünlər. Axı yer üzərindən mələklər nazil olmalıdır. Yer üzərinə ruh nazil olmalıdır. Əhyanı Allah vədə verib. Allah neynədi? 12-cini qeybə çəkdi. Bu günlərim yer üzərində Allahın nümayəndəsi, Allahın hüccəti, Peyğəmbərin balası, xanım Zəhranın balası və Allahın vədə verdiyi məzlumların rəhbəri dünyada Allah hakimiyyətini quran, dünyaya İslamın rəhbər olaraq əlində bayrağı olan Həzrət Hüccətin, Həzrət İmam Məhdinin huzurunda həmin mələklər və ruh hazırdılar. Allahümmə salli Ali Muhammed. Yəbnə Rasulillah, sənə and veririk Allahın izzətinə. Sənə and veririk Cəddün Peyğəmbərin xatirinə. Sənə and veririk Cəddün Əlinin xatirinə, Nənun Zəhranın sınan qabırğalarına, odlanan qapısına. Ağacan, bizim də məclisimizə öz nəzərin diqqətini salginan. Və Allahdan istəyirik və səndən də istəyimiz budur ki, Allahdan istəginən bizim günahlarımızı əfv eləsin. Və bu məclisə gələnlər ki var, bu məclisdə ki əyləşiblər, ümidləri var. Nəinki ümidimiz, biz bu günlərim ümidlə yox, yəqinliklə gəlmişik bu qapıya. İnamla gəlmişik. Bir var məyus gələk. Yox, məyus bu qapıya gələn bugünkü gün müsəlman deyil. Bu günlərim gəlmişik yəqinliklə, Allah bizə vədə verib, Cəddün bizə vədə verib. İnanırıq ki, sizin dualarınız nəticəsində bu qapıdan heç kəs əli boş qayıtmayacaq. Yəbnə Rasulillah, dünyada müsəlman möminlər məzlumdular. Dünya müsəlmanları bu günlərim çətinlikdədirlər. Zalimlar əl çəkmirlər müsəlmanlardan, möminlərdən. Onların başına ot tökürlər, zülm eləyirlər. Və bizim xalqımız da uzun illər ki, Yəbnə Rasulillah, bu zülmləri çəkmişik, indi müstəqillik əldə eləmişik. O şəhidlərimizin qanının sayəsində bu əmin-əmanlıqda oturmuşuq. Yəbnə Rasulillah, Allahdan sən də istəginən Yəbnə Rasulillah, bu əmin-əmanlığı bizim xalqa çox görməsin. Və tezliklə İmam-ı Zamanın gəlişi ilə yer üzərində İslam hakim olsun, biz də onun xidmətində qərarlı olaq inşallah. İsra surəsində buyrulur, يَوْمَ نَدْعُوا كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ. Allah vədə verib. Vədə verdiyi imamət ayələrindən biri də
həmin İsra surəsinin 71-ci bu ayəsidir. Nə buyurur? Buyurur ki, Qiyamətin günündə hər bir ümməti biz dəvət eləyəcəyik. Yevmən nəd'u, çağıracağıq, durun gəlin. Allahın vədəsidir ha. Durun gəlin. Yaxşı, durduq, qalxdıq torpaqdan. Hara, kimlə, hara gedirsən, onu sənə deyir. Get öz imamının ardınca gəlcinən. Allah vədə verib. Kullu unasin bi imamihim. Hamınızı öz imamlarınızla çağıracağım. İlahi, bizə nəsib eləcəkən biz imam-ı zamanın Əhl-i Beytin ardınca inşallah qiyamətdə məhşur olaq. Bu ayə bizlərə ümid verir, yəqinlik verir. Biz artıq Allahın huzurunda, Allahın yer üzərində olan hüccətinin huzurunda olan mələklərin və ruh, onun gəlişi olan mübarək gecədə İmam-ı Zamanın məclisində əyləşmişik. Bu məclis İmam-ı məclisi ilə, İmam-ı Zamanın məclisi ilə əlaqəli yanbayandır. Heç də özünüzü ayrı bilməyin ki, siz yəqin bilin ki, bu oturuşunuz İmam-ı Zamanın huzurunda oturmuşsunuz. İmam-ı Zaman, Kur'an bizə nə buyurur? Buyurur ki, ey mənim Peyğəmbərim, insanlardan istəyinən, nə istəyim ilahi, İstəginən, fikir verin, Allah nə buyurur? Qul la əs'alukum aleyhi əcran illəl məvaddətə fil qurba. Mən əhl-i beytimə, Allah bunu buyurur ha Peyğəmbərə. Eşq, məhəbbət, əməldə əhl-i beytin yolun getməyi sizlərdən istəyirəm. Əvvəllərdə demişəm, əziz gənc balalarımıza eşitməyənlərə deyirəm. Ərəb dilində məhəbbət sözü var. Allah o məhəbbət sözünü bu ayədə gətirmədi. Məvəddə sözü gətirdi. Məvəddə sözünü baxsız Qur'anda Allah buyurur ki, xanımlarla həyat qurun, necə həyat qurun buyurur ki, məvəddətən və rəhmə. Gedin həmin ayəni açın, baxın, görün Allah nə buyurur. Xanımlarla həyat qurun, məvəddətən və rəhmə. Məvəddə və rəhmətdən həyat qurun. Məhəbbət başqa şeydir. Məhəbbətdən də üstün budur ki, ona məvəddə Allah buyurur ki, həyat quranda nəinki məhəbbətlə həyat qurasan, yox. Buyurur ki, məvəddə ilə, yəni xanımla sənin sözün eyni gəlsin. Xanımla sənin məhəbbətin eyni olsun. Bir çox bunun halları var. Həmin o məvəddə sözünü Allah gətirib bu ayədə bizlərə buyurur ki, ey Peyğəmbər, möminlərə deginən ki, əhl-i beytimə məvəddə istəyirəm. Yəni həm əməldə, həm niyyətdə, həm baxışda, həm qulaq asmaqda, həm vücudunda, həm danışmağında, hər bir şeydə Əliyə oxşa. Hər bir şeydə Fatiməyə oxşa. Hər bir şeydə Həsən və Hüseynə oxşa. Ta bütün imamların həyatın Qur'an bizə deyib ki, özünüzə məvəddə eləyin və onlara özünüzə oxşadın. Əməlinizdə və kəlamınızda və qəlbinizdə və niyyətinizdə. Bax, bu əzəmət-i ilahidir ki, bu günlərin bizə nəsib olubdur. Allaha and verirəm İzzət-i Cəlalına, Allaha and verirəm Peyğəmbər, Ali Peyğəmbərə, ilahi. Bu günləri bizlərə vədə verdiyin və Peyğəmbərə vədə verdiyin, imamlara vədə verdiyin o əzəməti, o dərəcəni, o savabları, bizləri də o dərəcələrə və savablara ilahi öz rəhmət dəryava qərq eləcəkən
və heç kəsi bu məclisdən əli boş qaytarmacınan Peyğəmbər, ali Peyğəmbər xatirinə bu məclisdə iştirak edən, bu məclisdə hər nə noyə ki niyyəti var, evdə olanlar var, əzizlərimiz ki var, gələ bilmirlər, amma niyyətləri buradadır və bizlərdən iltiması dua ediblər və o insanlar ki bu günlərim ilahi bizləri cəbhədə qoruyurlar, soyuqda, gecə qaranlığında, torpağın üstündə əziz balalarımız ki bizi qoruyurlar, ilahi onlara da bu savabı verməklə onları düşmənin hiləsindən hifz eləginə. İlahi axır duamız budur. İndi inşallah əzizlərimiz dua oxuyacaqlar. Mən minbərdə olmuşkən bir dənə bu duanı Allahdan istəyirəm. İlahi, dünya ahirətdə bizləri beytüvi və imamların ziyarətini etməmiş və bizi bəyəndiyin insanlardan etməmiş, bizim aqibətimizi xeyirli qərar verməmiş və o cümlədən İmam və Peyğəmbərləri bu hədisdə var, başımızın üstünə rəhmət olaraq gətirməmiş və bizləri dünyada əhl-i beytin ziyarətindən, ahirətdə şəfaətindən binəsib eləməklə. Allah qəbul etsin inşallah, Allah əcr versin, bir salavat hədiyyə eləyək.